Salam, hər vaxtınız xeyir olsun. Yenə mən Aytaç müəllimə sizin görüşünüzə gəldim. Bildiyiniz kimi bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasında filologiya üzrə müəllimlərin sertifikasiya imtahanı keçirilmişdir və həmin imtahanda uğur əldə edən bütün müəllimlərimizi təbrik edirəm, digərlərinə də uğurlar arzu edirəm. Bugün mən sizlərlə həmin imtahanın suallarına, yəni əldə etdiyim bəzi suallara nəzər salacağam. Birlikdə təhlil edəcəyik. Ümid edirəm ki, bu da sizlər üçün faydalı olacaq. Birəbir sualları əldə etmədiyim üçün əslində bu video izahı çəkib sizlərə təqdim etmək istəmirdim. Amma sonra istəkləri nəzərə alaraq fikirləşdim ki, niyə də əlimdə olanları sizlərlə paylaşmayım. Ən azından Azərbaycan dilindən bir neçə, təxminən 5 mətn sualını əldə etmişəm. Onları sizlərlə paylaşım. Bəzi məqamlara diqqət yetirək və bundan sonraki sertifikasiya imtahanına qədər bu ərəfədə nələrə diqqət yetirməliyik, onlara baxaq. Birlikdə təhlilimizi edək. Sizlərdən də xahişim budur ki, videonu bəyənəsiniz. Rəy yazasınız. Rəy hissəsində həmin imtahanda iştirak edən müəllimlər suallarla bağlı öz fikirlərini yaza bilərlər. Daha da dəqiq bilməyimiz üçün. Bugünkü video izahda belə bir söz var, yəni Konfutsinin sözü, o sözə sadiq qalmaq istəyirəm. Deyir ki, mənə balıq vermə, balıq tutmağı öyrət. Bu video izahda mən sizə balıq verməyəcəm, yəni sualları olduğu kimi təqdim edə bilmirəm, əfsuslar olsun ki, amma mən sizə balıq tutmağı öyrətmək istəyirəm. Ona görə də maksimum dərəcədə dəstəyinizi gözləyirəm. Bəyənib paylaşmağınızı da sizdən xahiş edirəm. Əldə etdiklərimə əsasən baxaq bir neçə məqama. Suallardan biri səbəb zərfliyi ilə bağlı sualdır. Sual olmuşdur. Səbəb zərfliyini tapmaq. Düşünürəm ki, bu da müəyyən qədər qrammatikadan alayışı olan bir müəllim üçün elə də çətin olmamalıdır. Ümumilikdə Azərbaycan dilindən bütün bölmələrə, toxunulmuşdur. Fonetikadan tutmuş, tabeli mürəkkəb cümlələr. Bunlara qədər, deyilənə görə toxunulmuşdur. Ona görə biz bu aralıqda fonetikadan tabeli mürəkkəb cümlələr, üslublar, normalar, hər şeyə diqqət yetirməliyik. Məlumat bazamız olmalıdır hər birimizin. Cümlədə söz birləşmələrini tapmaq. Söz birləşmələri, fe'li birləşmələr, ismi birləşmələr, bunlar haqqında kimin ki zəifliyi var, onları təkrarlasın. Orfoqrafiya. Orfoqrafiya hər il MİQ və sertifikasiya imtahanlarında salınan suallardan biri olur. Yəni orfoqrafiyaya aid olan suallar. Mən indi bir neçə sözlərin orfoqrafiyasını, düzgün yazılışını burada təqdim etmişəm. Gəlin diqqət yetirək. Impeachment sözü. Impeachment sözünün mənası nədir? Impeachment etibarsızlıqdır. Kinematografiya. Bu sözü də kinematografiya kimi də yadda saxlayırlar, amma kinematografiyadır. Lingofon, lingofon deyil sözün yazılışı. Kəhkəşan. Bu sözü də rast gəlirik biz. Yeni 6-cı sinif dərsliklərində salınan Ulutürkün şeiri var. Laylam mənim, nərəm mənim. Həmin şeirdə var bu söz. Rayihə i deməkdir. Rahiyə yox, rayihə i deməkdir. Heykəl təraş, taraş yox, təraş sözü kimi. Peşman sözündə i yoxdur. Töhfə V ilə yazılmır. Tələbat sözü tələb sözündəndir. Bunu belə yadda saxlayırsınız. Biruzə də biruzə deyil. Belə yadda saxlayırıq. Normalar. Norma ilə bağlı sual keçən ildə müəllimlərimizə təqdim edilmişdir. Bu suallar adətən belə olur. Hansı cümlədə ədəbi dilin 1 norması pozulmuşdur, hansında 2 norması və ya hansında 3 norması pozulmuşdur və hansında heç bir norma pozuntusuna rast gəlmirik. Yəni üçlü şəkildə, ikili şəkildə bu formada orada cümlələr verilir. Ona görə də normaları çox dərindən oxuyuruq. Təkrarlayırsınız. Mətn verilmişdir. Elmi üslubda bir mətn və üsluba aid olan xüsusiyyətləri tapın. Orada da cavabların birində şərh etmə xüsusiyyəti də göstərilmişdir. İndi isə gəlin yadımıza salaq, elmi üslubda nələr var idi? Elmi üslub nə idi? Dərsliklərin müxtəlif elm sahələri ilə əlaqədar kitab, monoqrafiya və elmi məqalələrin dilidir. Məntiqilik, ardıcıllıq, konkretlik, dəqiqlik termin sıxlığı müşahidə edilir. Mən hər dəfə bunu belə kodlaşdırıram. Məntiqilik, M-A-D-K. Yəni, məntiqilik, ardıcıllıq, dəqiqlik, konkretlik əsasdır. Termin sıxlığı da müşahidə edilir və yadda saxlayın, dəqiqlik təkcə elmi üslubda yox, həm publisistik üslubda, həm də rəsmi işgüzar üslubda vacib məqamlardandır. Yəni olur. Sinəlmlər, terminlər çoxluq təşkil edir, bəli, və bütün dillərdə alınma terminlər üstünlük təşkil edir. Bunu da yadda saxlayın. Mürəkkəb cümlələr, modallıq bildirən söz və ifadələr daha çoxdur. Fikri daha yığcam, konkret ifadə etmək üçün müxtəlif formullardan, düsturlardan, qrafik vasitələrdən, rəqəm, diaqram və cədvəllərdən istifadə edilir. Bütövlükdə müəyyən istisnaları çıxmaqla obrazlılığa, çoxmənalılığa, mətnaltı mənaya, fikrin müxtəlif cür anlaşılmasına yol verilmir. Fikirlər, hökmlər, cümlə və ifadələr bir mənalı olur.
Keçəl Həmzə ilə Bolu bəyin müqayisəsinə dair ədəbiyyatdan Venn diaqramında belə bir sual da təqdim edilib. Mən də indi həmin suala uyğun sizlərə belə bir test təqdim edirəm. Euler Venn diaqramına əsasən düzgün verilən fikirləri müəyyən edin. 1. Hasan Paşa sözündən dönməsin deyə dilindən kağız yazdırır. Bu, Bolu bəyə aid deyildi, bu aiddir Həmzəyə. Deməli, 1 yanlışdır. Koroğluya qılınc zərbəsi vurur. Bəli, Bolu bəyə aiddir, namərliyidir. Arxadan gəlir, qılınc zərbəsi endirir və onu elə yaralı halda başını bağlamadan aparır. Hiylə niqabını üzünə çəkərək Koroğlunu aldatmağa çalışır. Ortada yazıldığı üçün yeri doğrudur, çünki hər ikisinə aid olan fikirdir. Qolun sonunda öldürülür. Qolun sonunda öldürülən Bolu bəydir. Yəni ortada yazılmışdır, ortaq fikir kimi götürə bilmirik, çünki Keçəl Həmzə sağ qalmışdı. Ağqayanın yanında Koroğlu ilə qarşılaşır. Bu hər ikisinə aid olan fikirdir, yəni təkcə Həmzəyə biz aid eləyə bilmirik. Hasan Paşanın qızı ilə evlənir, bəli. Həmzə bunu bacarır, Hasan Paşanın qızı ilə evlənmiş olur. Deməli, doğru fikirlərimiz olacaq 2, 3, 6. Cavab B variantı. Vətən yaraları Azad hekayəsinə dair də səhv etmirəmsə sual salınıb. Aldığım məlumata görə o da yanlış da ola bilər. Hər ehtimala qarşı yenə müqayisəni mən burada göstərmişəm. Düşünürəm ki, hekayələrin müqayisəsini etməkdə yenə də fayda var. Hekayədirlər hər ikisi. İkinci Dünya müharibəsinə işarə var hər ikisində. Qorxmaz döyüşçülərin təsviri var, Azad və onun yanındakı fədailər. Vətən yaralarında da bu məlumdur. Yaralı əskər, Nəsrəddin, Lətif. İstəkləri olan döyüşçülər var, Azadın istəyi var idi. Məsələn, deyir ki, mənim qəbrimi elə bir yerdə edin ki, mən oradan hər yeri, cənubu, şimalı, hər tərəfi görə bilim. Digərlərinin də istəkləri hekayədə göstərilmişdir. Dedim ki, vətən yaralarına dair mənim səhifəmdə təhlilim var. Obrazların ayrı-ayrılıqda təhlilini orada aparmışam. Gözəl təhlildir. Tövsiyə edirəm ki, baxın həmin video izaha. Oğlunu gözləyən ana obrazı, birində Azadın anası, digərində də yəni Nəsrəddinin, Lətifin anaları ola bilər. Döyüşçünün və ananın emosional xüsusiyyətləri bəli, həm Azadın anasının ağladığını görürük, Azadın yolunu gözlədiyini görürük, digərləri də yəni hekayədən məlumdur. Təşbihi tab adlı sual olub, yəni təbii ki, şərt bu formada yox, təşbihi nümunədə verilən təşbihi seçin kimi ola bilərdi və rahat tapıla bilən bir sual olub. Düşünürəm ki, təşbih haqqında da məlumatlısınız. Bədii təsvir vasitələrindən biridir. Təşbih həm də sadə məcazdır və məcaz adlanır və biz ona sadə məcaz deyirik. Mürəkkəb məcazımız hansıydı? Metafor. Həmzə və Bolu bəyin, bunu qeyd elədik. Şifahi xalq ədəbiyyatından atalar sözü düşmüşdür. Düşünürəm ki, atalar sözlərindən bizim müəllimlərimiz elə də zəif deyil, onu rahatlıqla tapa bilərdilər. Dədə Qorquddan Uruzla Basatın oxşar fərqli cəhətləri. Gəlin baxaq, yəni mənim müqayisəmə dair hansı oxşar fərqli cəhətlər ola bilərdi? İgidliyini göstərmək, hər ikisi göstərmək istəyir və bunu sübut etmək istəyirlər, hər ikisi. Valideynlərinin narahatlığı, həm Uruzun valideynlərinin narahatlığı var idi əsərdə, həm də Basatın valideynləri istəmir Təpəgözün üstünə geçsin Basat. Əsir düşməkləri var idi. Basat qısa müddətlik də olsa Təpəgözə əsir düşür. Uruzun da əsir düşməyi məlumdur. Sonra ata-anasının sağ olması bəli, hər ikisinin valideynləri sağ idi. Gələcək gün bizə verilən, təqdim edilən hissədə, yəni çərçivə sənədimizdə və dərslikdə göstərilən hissədə gələcək günün həcmi, yəni bu əsərin, romanın həcmi o qədər də böyük deyil. Düşünürəm ki, siz onu dərindən öyrənsəniz, təhlilinə bələd olsanız, sırf bizə verilən hissədə, yəni elə də çətinlik olmamalıdır və çalışın ki, əsərləri təhlil edərkən onun mətnaltı mənasına çox diqqət yetirin. Yəni bu əsər niyə yazılıb? Bunu araşdırıb aydınlaşdırmaq lazımdır birinci. Bu əsər niyə var? Firidunun Tehran həyatı, Təbriz həyatı, harda özünü xoşbəxt hiss edirdi, Tehranda başına nələr gəlir, niyə Tehranda onları müəllif göstərir olanları, insanların yaşayış tərzini, Musa kişilər, Həsənalılar, bunlar niyə var? Xurşidbanu Natəvan. Xurşidbanu Natəvan əsərinin mənim səhifəmdə təhlili var. Əvvəldən sona qədər bütün, yəni pərdələr, ikərdən hər ikisi, yəni təhlil edilmişdir. Həmin video izaha da baxmağı məsləhət bilirəm. Anamın kitabı əsərim. Anamın kitabı əsəri ilə bağlı keçən ildə sertifikasiya imtahanında sual olmuşdur və bu əsəri də orijinaldan, yəni Xurşidbanu Natəvan əsərinin olduğu kimi bunu da orijinaldan dərindən oxuyun. Xüsusən də deyərdim ki, iclas sonra sonuncu pərdələrdə qardaşların anaya dediyi sözlər, senzorun gəlişindən sonra baş verənlər, bunlara xüsusi diqqət yetirin. Türkin dili, Şəhriyarın Türkin dili şeirim. Gəlin baxaq Türkin dilində nələr var idi. Bu mövzuya müraciət etməsinin səbəbi Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın təzyiqlərə, baskılara məruz qalması, ana dilimizin sıxışdırılması, bu dildə danışmağın qadağan edilməsi və buna qarşı
hiddəti idi. Və şeirdə əsas nələrə diqqət yetirilir? Bu dil calaq sevmir. Başqa dilə qatılmaq onun təbiətinə yaddır, qüdrətlidir və belə bir cəhət onun əsilliyində dərhal özünü göstərir. Mən təbii ki, qısa, yəni məqamlara toxunuram. Şeirin bütöv təhlili daha, yəni vaxt aparan məqamdır. Yəni onu burada edə bilmirəm. Ona da ayrıca video izahlar nə vaxtsa paylaşıram. Deməli, dilə qadağı qoymaq onun inkişafına qarşı sədd çəkməkdir və yadda saxlayın ki, bu şeirdə həm şairliyin meyarı var, həm şeirin meyarı var, həm də insanlığın meyarı var. Deyir, insan odur, tutsun bu zəlil xalqın əlindən. Və şair kimdir? Deyir ki, şair əsl, yəni bünövrədən, anadan elə şair doğulanlara biz şair deməliyik. Yəni şairlik fitrətdən gələn bir məqamdır. Bəs şeir nədir? Deyir, şeir elə bir məhfumdur ki, sən gərək deyir, ora duyğularını verəsən. Şeirin gərək ehsas ilə qarışsın, duyğularınla qarışsın. Əsərin ideyası nədir? Ana dilinin saflığının, təmizliyinin qorunması, hər kəsin onun mükəmməlliyi qayğısına qalması, yəni onun mükəmməlliyinə hər kəsin çalışması. Sözün burada olduğu kimi, yəni cavahirə bənzədilməyi, qiymətli nəyisə bənzədilməyi Füzulinin söz qəzəlində də var idi. Ləli şəhvar söz. Şeirdə bədiliyin artmasına, yəni təsir edən məqamlarda yüksək sənətkarlıqla yazılması bədii təsvir ifadə vasitələridir. Yəni bu şeirə diqqət yetirərsiniz. Sabirin Neylərdin İlahi və Əkinçi satiraları. Deməli, bu mövzuda hər il bir sual təqdim edilir. Hələ ki, ardıcıl şəkildə təqdim edilmişdir müəllimlərimizə. Bu hissələrdə paylaşdığım PDF-lər müəllimlər heç biri mənə aid deyil. Yəni sizlər üçün o sualın əsas məğzini ötürmək üçün müxtəlif PDF-lərdən, mənbələrdən əldə etmişəm. Əkinçi və Neylərdin İlahi əsərlərinin oxşarlığı. Gəlin baxaq görək nə ola bilər oxşarlıq. Hər ikisi əruz vəznindədir, lirik növdədir, satirik mövzudadır, yəni satir adlar. Rədifi var hər iki şeirin. Bəhrləri eynidir, Həcəz bəhrindədir. Hər iki əsər Molla Nəsrəddin jurnalında çap edilmişdir. Hər iki əsərin sonunda təxəllüs yoxdur. Xitab işlənib, bəli. Neylərdin İlahi, digərində də Əkinçi. Bədii sual işlənib. Əkinçi sözü həm bədii sualdır, həm bədii xitabdır, həm rədifdir. Zülmə məruz qalan təbəqə var, hər ikisində var. Əkinçilər, əkinçinin özü zülmə məruz qalan təbəqə kimi və digərində də elə o göz yaşı dəriyə olan insanlar. İnsan taleyinə laqeyd münasibət var hər ikisində. Kəndli və bəy obrazı vardır, bəli. Hər ikisinin ümumiyyətlə əkinçi məsələsinə toxunulmuşdur. İkisində də bu məqam var. Neylərdin İlahi deməli bəşəri dəyərləri özündə əks etdirir. Əkinçi isə sırf Azərbaycan həyatı ilə, yəni məhdudlaşan şeirdir. Mülkədar obrazının təhlili. Ötən il səhv etmirəmsə, müəllimlərin işə qəbul imtahanında Əkinçi satirasından Əkinçi, Gələcək gün əsərindən isə Musa dayının müqayisəli təhlili yəni salınmışdır və o da mənim səhifəmdə var. Yəni keçən ilin ədəbiyyat suallarına nəzər sala bilərsiniz səhifəmdə. Nəzəriyyədən 3 sual təşbeh metafor olan suallardır, yəni rahat tapıla bilər. Dram janrı ilə də bağlı sual təqdim edilib müəllimlərə. Mən indi dəqiq olaraq bilmirəm orada sual hansı tipdə, hansı formada düşür. Belə bir deyəsən misrada olmuşdur. Remarkası var, faciəvi sonluqla bitməyə bilər. Belə bir cümlələr də keçib. Gəlin baxaq biz dram nədir? Dram dedikdə bəzən dramatik növdə yazılan bütün əsərlər nəzərdə tutulur. Ümumiyyətlə dram janrında yazılan əsər, bir də dram əsəri. Dram əsəri dedikdə komediya, faciə janrında yazılan əsərləri nəzərdə tutacaqsınız. Dram janrında yazılan əsər dedikdə bunları nəzərdə tutmuruq. Biz konkret dram janrında yazılmış əsəri nəzərdə tutacağıq. İndi burada söhbət dram janrından gedir. Lakin dram janr olaraq ayrıdır. Burada həm komediyanın, həm faciənin xüsusiyyətləri özünü göstərə bilər. Burada da əsas qəhrəmanla ətraf mühit arasında ixtilaf ola bilər. Lakin faciədən fərqli olaraq diqqətli olun. Faciədən fərqli olaraq qəhrəman bütün maneələri dəf edərək onlar üzərində qələbə çalır. Nəyi xatırlatdı bizə? Nağılı. Şifahi xalq ədəbiyyatından nağılı. Həm də qəhrəman ölmür. Dramda da komik hadisələr ola bilər. Lakin əsər bütünlükdə gülüş üzərində qurulmur. Faciə və dram həm nəzmlə, həm də nəsrlə yazıla bilər. Bunlara diqqət yetirdik. Keçək indi bir neçə Azərbaycan dili ilə bağlı olan suallara, sonra da mətn suallarımıza baxacağıq. Deməli, köməkçi nitq hissələri ilə bağlı sual olub, o da nisbətən rahat tapıla bilən suallardandır. Daha sözü salınmışdır cümlədə, daha sözü də cavab olaraq da orada göstərilib, ədat olaraq, yəni cavab kimi götürülmüşdür. Yəni bunu da yadda saxlayın, köməkçi nitq hissələrinə də diqqət yetirərsiniz. İskəndər və Koroğlu haqqında ortaq deyil fikri var idi və cümlədə cavab olaraq da belə verilmişdir. Həmişə ətrafdakıların məsləhətinə qulaq asır. Fikir verin, İskəndər qulaq asırdı ətrafdakıların məsləhətinə, amma Koroğlu hər dəfə dəlilərin sözünə qulaq asmır. Ədəbi dilin normaları haqqında sual. İndi keçək mətn suallarına. Diqqət.
Ucaboy qaraşın bir qadın saçları kölgə salmışdı. Təbii ki, bu yadda qalan o formasıdır mətnin, amma məzmun budur. Bir qadındır. O maşından astaca düşür. Qaraşın bir qadındır. Qoltuğunda bir qovluq var. Əlində iri çanta var idi bu qadının. Tut ağaclarının arasındakı 2 mərtəbəli evə nəzər saldı. 2 mərtəbəli bir ev. Açarını çıxarıb paslı qıfıla saldı. Mətnə əsasən nəyi demək olmur. Qadının quruluşunu, bunu biz deyə bilirik də, qadın qaraşındır, uca boydur, bunlar deyə bilirik. Həyata gəlmək səbəbini məsələn biz bilmirik. Həyata gəlmə səbəbini demək olmur. Cavab kimi götürdük. Evin ümumi görünüşünü də deyə bilirik. 2 mərtəbəli bir evdir. Qadının əhvalını bilə bilmirik. O orada qəzəbli də ola bilər, sevincli də ola bilər. Biz bunu bilə bilmirik. Bunların ikisi şərtə uyğun doğru fikirdir. Sonra tülkü və üzüm hekayəsindən də mətn salınmışdır. Gəlin oxuyaq. Tülkü bərk acımışdı. O bağa girib gəzdim. Ağacların altını axtardım. Bir şey tapmadım. Dönüb yuxarı baxdı. Bu hekayə ilə olduğu kimi salınıb imtahana. Gördü ki, ağaca sarılmış tənəkdən sapsarı üzüm salxımları sallanır. Və qeyd edim ki, salxım sözü toplu isim deyil. Bunu yadda saxlayın. Üzümü görcək, tülkünün ağzı sulandı. Nə qədər çalışdısa, ağzı üzümə çatmadı. Tülkü ac yalavac bağdan çıxdı. Bunu görən sərçə soruşdu. Niyə üzümlə yeməmiş gedirsən? Tülkü dedi. Sərçə qardaş, üzüm hələ yetişməyib. Yəni, bu mətnə əsasən atalar sözünü soruşmuşdur həmin testdə. Buradan belə bir nəticə çıxır ki, tülkü əslində yetişmədiyi üçün yox, əli ona çatmadığı üçün, yəni onu yeyə bilmir. Belə məntiq qeyd edə bilərik ki, oynaya bilmir, deyir, yerim dardır. Yəni bu atalar sözünü uyğun götürə bilərik. Məsələn, orada belə bir variantda düşüb, onu təbii ki biz yanlış götürəcəyik. Böyüyü hörmət etməyən böylə qalar. Mətnlə əlaqəsi yoxdur. Sonra Ubuntu mətni salınmışdır və bunu da elə sizə olduğu kimi təqdim edirəm. Afrikada çalışan bir antropoloq araşdırma apardığı qəbilənin uşaqlarına oyun oynamağı təklif edir. Oyun çox bəsitdir. Uşaqları bir cərgəyə düzür və deyir ki, hər kəs var gücü ilə qarşıdakı ağaca doğru qaçacaq. Qalib ilk çatandır və ağacın altındakı gözəl meyvələr onun mükafatıdır. Qaydaları izah edəndən sonra antropoloq oyunu başladır. Ancaq rastlaşdığı səhnə onu heyrətləndirir. Uşaqlar əl-ələ tutaraq ağaca doğru birlikdə qaçırlar və hədəfə birlikdə çatdıqları üçün meyvələri oturub bir yerdə yeməyə başlayırlar. Antropoloq uşaqlardan nə üçün belə etdiklərini soruşanda heyrəti daha da artır. Biz buna Ubuntu deyirik. Biz Ubuntu etdik deyirlər. Yəni fərdi olaraq yarışsaydıq sadəcə birimiz qalib gələrdi. Başqaları xoşbəxt olmadığı halda bir nəfər tək başına meyvəni necə yeyə bilər? Ancaq biz Ubuntu edərək meyvəni hamımız yedik. Ubuntu bizim dilimizdə mən, biz olduğumuz zaman mənəm deməkdir. Yəni mən sizə indi təqdim etdim. Yəni mətn bu formada salınmışdır. Mətnlə bağlı hansı suallar ola bilərdi? Mən sualı əldə edə bilməmişəm. Məsələn, deyə bilər ki, mətnin məzmununa dair olan fikri seç. Mətndə hansı fikrə yer verilməmişdir? Mətndə bizə nə çatdırılır? Əsas ideyası nədir? Hansı atalar sözü ilə biz onu ümumiləşdirə bilərik? Yəni təkcə mən yox, biz anlayışı var bu mətndə. Keçirik növbəti mətnə. Deməli, bu mətndə yadda qalan formada sizlərə təqdim edilir. Qan içində romanından Səfər haqqında. Bütün kənd Səfəri təqdir edirdi. Ona əsərlər həsr edirdilər. Burada texniki hərf sərflər var. Onları da özürlə sayarsınız müəllimlər. Hamı onun qoçaqlığından danışırdı. Sürətli şəkildə yazdığım üçün, yəni belə alınıb. Səfər də papağını dik qoyub kənddə gəzirdi. Səfərin hansı xarakteri daha üstündür? Deməli, Səfərə hamı hörmət edir, onu təqdir edirlər kənd içində. Səmimiyyət üstün deyildi, səxavətlilik də üstün deyildi. Biz onu hardasa kiməsə nəsə verdiyini görmürük. Lovğa da deyildi Səfər, amma igid idi. İgidliyi üçün qoçaqlığından deyir, hamı onun danışırdı. Deməli, igidlik daha üstündür Səfərin xarakterində. Bir qadın bazarda bələdçi işləyir və işdən sonra bazardakı yerlərdən birində qalır, yaşayır. Bazarın səs-küyündən sonra evə çəkilir. Ev eşiyi, heç kim olmayan bu qadın gecə səhərə qədər səhərin açılmasını gözləyir və səhər işinə qayıtmağa tələsir. Qadının əhvalı ilə bağlı hansı ismi işlədə bilərik? Səmimilik. Səmimiliyini görmürük. Kiminləsə söhbət etdiyini görmürük. Ümidsizliyi yox idi, çünki səhər işinə tələsir bu insan. Ümidsiz deyildi həyata. Tənha idi. Yəni bu tənhalığın ucbatından deyir, səs-küydən uzaq çəkilir, gedir evinə, heç kim yox idi evində. Və tənha olduğu üçün səhər işinə tələsirdi ki, geçsin insanların arasında biraz əhval-ruhiyyəsi dəyişsin. Səxavətli, kiməsə hansısa bir əşyanı bağışladığını da görmürük.
Digərinə baxaq. 2 cümlə sxemi doldurun deyilən bir testə salınmışdır. Azərbaycan dilinə aid cümlənin biri haqqında doğru fikirdir. Hər ikisinə aid olan doğru fikirdir. Belə bir sualda salın. Sonda isə sizlərin diqqətinizə yenidən orijinaldan oxunmalı olan əsərləri çatdırıram. Yəni sertifikasiya imtahanına gedən müəllimlər üçün. Həmzənin qıratı qaçırması qolu oxuyacaqsınız. Anamın kitabı. Sonra Oqtay Eloğlu, Vaqif, Xurşidbanu Natəvan, Əhməd Cavadın Səsli qız poemasını və Hüseyn Cavidin İblis faciəsi. Bunlar orijinaldan oxunulmalıdır. Düşünürəm ki, sizlər üçün izah faydalı oldu. Kanala abunə olub bəyənməyi unutmayın. Əlimdən gəldiyi qədər sizlərə müəyyən qədər də olsa imtahandan əldə etdiyim materialları çatdırmağa çalışdım. Əvvəldə də dediyim kimi məqsədim sizlərə balıq vermək deyildi, balıq tutmağı öyrətmək idi. Düşünürəm ki, bunu az da olsa bacardım. İmtahanlarda iştirak edəcək bütün müəllimlərə, müdavimlərə uğurlar arzu edirəm. Düşünürəm ki, əziyyət çəkən onun bəhrəsini mütləq görəcək. Sizlərlə mən idim, Aytaç müəllimə. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.